Müğənni Talib Talib ailəsində baş verən ağır itki ilə üzləşib. Ölkə Azın verdiyi məlumata görə sənətçinin BBC dünyasını dəyişib. Bu kədərli xəbər müğənninin sevənləri də dərindən sarsıdıb. Talib Talib acı xəbəri sosial şəbəkə hesabında özü paylaşıb. O BBC ilə bağlı duyğusal sözlər yazaraq dərin kədərini ifadə edib. Müğənni bildirib ki, mərhumə atasının əkiz tayısı olub və ailədə xüsusi yeri varmış. Atamın əkiz tayı, sevimli, əziz bibimi də itirdik. Pakizər mama yaddaşımda hər halımıza yanan, qayğıkeş və daha neçə ən xoş sözlərə layiq əsl el ağbirçəyi kimi qalacaq. Paylaşımda BBC-nin ailə üçün nə qədər dəyərli insan olduğunu vurğulayan sənətçi, onun xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib. Talib Talib bu itkinin ailəsi üçün çox ağır olduğunu, Pakizər mamaya olan sevgi və hörmətin isə heç vaxt unudulmayacağını bildirib. Qeyd edək ki, müğənninin bu paylaşımından sonra sosial şəbəkə istifadəçiləri və sənət dostları ona başsağlığı verərək ailəsinə səbr və dözüm arzulayıblar. Allah rəhmət eləsin.